Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə baxacağıq MIG sınaq imtahanı 5-in izahlarına. Yəni müəllimlərin işə qəbulu sınaq 5. Həmçinin bundan əvvəl olan sınaqları bir neçə gün ərzində YouTube-dan əldə etməyiniz mümkün olacaq. Sualları cavabsız versiyada izah edirəm ki, əvvəlcə siz hər suala baxarkən videonu dayandırıb sualla tanış olasınız. Daha sonra sualların izahına baxasınız. Və beləcə neçə düz, neçə səhv yazdığınızı dəqiqliklə bilə bilərsiniz. Başlayaq suallara. Doğru variant müəyyən edin. Çaylar verilibdir, oxşar və ya fərqli xüsusiyyətləri həmçinin. Ağsu Gilan 2 fiziki coğrafi vilayətdən keçir. Gilan 2 fiziki coğrafi vilayətdən keçmir. Bir fiziki coğrafi vilayətdən keçir, o da Ortaraz vilayəti. Ona görə də elə birincidən pozurdu bu oxşar xüsusiyyətindən. Qidalanmasına yağ suları üstünü təşkil edir. Ağsu Bərlə, amma Gilanda Qarbuzlaq sularıdır. Sonra Türgənçay və Tərtər yeraltı sularla qidalanır. Tamam, doğru. Daha sonra 2 tektonik zonadan keçir. Bu isə fərqli xüsusiyyət deyildi. Bu isə oxşar xüsusiyyət idi, fərqli tərəfdə ola bilməzdi. Türyan, Böyük Qafqaz və Kürçükəkliyi. Tərtər isə Kiçik Qafqaz və Kürçükəkliyi. Qarqar və Köndələn, Qarabağ silsiləsindən başlayır, doğru. Mənsəbinin yerləşdiyi rayon, xarici ölkənin həmsərhəddir. Köndələnçay, bəli, sərhəddir, amma Qarqarçay yox. Köndələnçay Füzuli inzibati rayonunda Araza tökülür. Fərqli tərəf fərqli, doğru tərəf doğru götürdük. Kür çayı və Ağstafa çay. Tranzit çaylardır, bəli, ikisi də tranzitdir. Axımı tənzimlənmiş çaydır. Bu fərqli yox, oxşar xüsusiyyətdir, çünki ikisinin də üzərində su anbarı var. Girdiman çayı və Vəlvələ çay. Mənbəyini Böyük Qafqaz təbii vilayətdən götürür. Tamam, oxşar. Kür çayı hövzəsinə daxildir, Vəlvələ yox. Bu da fərqli. Uyğun gəldi. 6. Bolqar çay və Vilət çay. Əsasən yağış sularla qidalanır, doğru. Lənkəran vilayətinin çayların qidalanmasına yağış suları üstünlüyü təşkil edir. Sərhəd çaylara daxildir. Bu isə fərqlidir. Bolqar çay sərhəd çaydır, amma Viləş yox. Cavabımız 3, 5 və 6. D variantı. Keçid aldıq ikinci suala. Xəritə sxemə əsasən müvafiq olaraq müəyyən edin. Neytral ölkələrdir. Amerika qitəsində neytral ölkələr Panama və Costa Rica'dır. Burada Costa Rica 6-cı rəqəmlə verilibdir. Panama isə 7-ci rəqəmlə verilibdir. Daha sonra sosialist ölkə. Və Latin Amerikasında sosialist ölkə isə bir dənə Kubadır. Kuba da burada 8-ci rəqəmlə ifadə olunubdur. Ona görə də cavabımız B variantı. Növbəti suala keçid alaq. Düzənliklər haqqında doğru göstərilmiş uyğunluğu müəyyən edin. Qaryazlı okean səviyyəsindən aşağıdadır. Xeyr, okean səviyyəsindən yüksəkdir, yanlış fikirdir. Ancaq qarşısına yanlış yazılıb deyə götürdük. Şirvan, Kürdəmir və Ucar şəhərləri bu düzənlikdə yerləşir. Doğru fikirdir, amma qarşısına yanlış qoyulub. Getdi. Yazı düzü və ya yazı yaylası. Küküdağ zirvəsi ilə eyni tektonik zona, lakin fərqli təbii vilayətə yerləşir. Küküdağda yazı yaylası da ikisi də yerləşir Kiçik Qafqaz tektonik zonasında. Amma vilayət kimi biri Kiçik Qafqaz vilayəti, yəni yazı yaylası Kiçik Qafqaz vilayəti, Küküdağ isə yerləşir Ortaraz, yəni Naxçıvan vilayətində. Doğru fikirdə qarşısına doğru qoyulubdur. Bu arada yazı yaylası Qubadlı inzibati rayonunda yerləşir. 4-ə baxaq Lənkəran. Sitrus meyvəçiliyi
və çayçılıq əsas bitkiçilik sahəsidir. Doğru. Amma sona qədər oxuyaq. Suvarma əsasən ilin soyuq dövründə aparılır. Xeyr, ilin isti dövründə aparılır. Çünki burada yayı qura keçən mülayim isti iqlimdir. Yanlış fikirdə qarşısına doğru qoyulub getdi. Ordubad. Araz əyilməsi tektonik zonasına daxildir. Elə burada pozurdu. Ordubad düzü böyük, kiçik Qafqaz daha doğrusu tektonik qalmasına daxildir. Yanlış fikirdə qarşısına doğru qoyulub getdi. 6-ya baxaq, Mil düzü. Həm Kür, həm də Araz çayı sahilində yerləşir. Doğru. Düzənlikdə açıq şabalı torpaqlara rast gəlinmir. Yanlış. Açıq şabalı torpağa rast gəlinir Mil düzündə. Yanlış fikirdə qarşısına yanlış qoyulubdur. Götürdük. Mil düzündə həm boz çəmən torpaqlar mövcuddur, həm də açıq şabalı torpaqlar mövcuddur. Həmçinin burada şoran torpaqlara, bataqlıq çəmən torpaqlarına da rast gəlinir. Keçid alırıq 4-cü suala. Bir-biri ilə həmsərhəd olan monarxiya ölkələrini müəyyən edin. Ümumiyyətcə İrlandiya monarxiya ölkəsi deyil. Çıxdıq. Malayziya və Tayland doğru idi. Malayziya və Brunei doğru idi. Lesotho və Eswatinin sərhədi yoxdur. Çıxdıq. Belçika və Niderland doğru idi. Vatikan və San Marino'nun bir-birindən sərhədi yoxdur. Çıxdıq. 2, 3, 5. Doğru cavabımız C oldu. 5. Aşağıdakı şəhərlərdən hansında illik temperatur amplitudu daha yüksəkdir? İllik temperaturun ən yüksək olduğu iqlim tipi kontinentaldır. Yəni mülayimin kəskin kontinentalı. Monqolistan paytaxtı Ulan-Bator şəhərini götürəcəyik. Moskva mülayim kontinentaldır. Reykjavik subarktikdir. Tokyo subtropik mussonudur. Bakı isə subtropik iqlim qurşağında yerləşir. Afrikanın şimalında yerləşən Sahara səhrasında illik yağıntı miqdarı 100 mm-dən aşağı olmasına baxmayaraq, bəzi ərazilərdə daha çox bitki örtüyünə rast gəlinir. Səhrada bitki örtüyünə necə rast gəlinə bilər? Əlbəttə ki, vahələrlə, yəni oazislərlə. Bu hal deyir, əsasən hansı amillər izah oluna bilər? Vahə və yaxud oazis axtarmalıyıq. Cavab C. Yeraltı su ehtiyatı ilə qidalanması. Yəni həmin yaşıllıq zonanı, həmin ərazini. 7. Şimal yarımkəsində yerləşən bir dağlıq ərazi ilə bağlı aparılan müşahidələr əsasən cənub yamacında, şimal yarımkəsində yerləşir. Onun da cənub yamacı kənd təsərrüfatı sahələrində daha genişdir, kənd təsərrüfatı sahələri daha genişdir. Həmçinin yaşayış məntəqələri daha sıxdır. Bu necə ola bilər? Əlbəttə ki, şimal yarımkəsində yerləşən dağların cənub yamacları günəş işığı ilə daha yüksək təmin olunur, daha çox təmin olunur. Çünki şimal yarımkəsində ərazinin meyilliyi cənub istiqamətindədirsə, günəş şüalarının düşmə bucağı böyükdür. Bununla bağlıdır. Bu da B bəndinə uyğundur. Cənub yamaclarının günəş şüalarını daha çox alması. Günəş şüalarının düşmə bucağı şimal yarımkəsində yerləşən dağlıq ərazilərdə cənub tərəfdə daha çox müşahidə olunur. Əlbəttə ki, söhbət burada tropik işıqlama qurşağından daha şimalda yerləşən ərazilər üçün gedir. Hansı bölgə üzrə səyahət zamanı siz tarix dəyişmə xəttini keçmədən, yəni 180-i keçmədən real vaxtda geriyə gedə bilərsiniz. Yəni qərbi istiqamətinə gedəcəyik, amma 180-i keçməyəcəyik. Yeni Zelandiyanın hava adalarına getmək üçün demək 180 meridian keçməliyik. Ona görə də bu getdi. Londondan New York'a, bəli, qərb istiqamətində doğru. Sonra
Seuldan Tokyoya, şərqə doğru gedirik. Xeyr, getdi. Vladivostokdan Kamçatkaya. Vladivostok bilir ki, Rusiyanın Yapon dənizindən limanıdır. Kamçatka daha şərqdə yerləşdiyinə görə bu variantda çıxırıq. Azor adalarından Portuqaliya isə şərq istiqamətinə gedirik. Bu variantda getdim. Əgər saat qurşaqlarının sayı 12 olsaydı, 28 qərb uzunluğu neçənci saat qurşağında yerləşərdi? Saat qurşaqlarının sayı 12 olsaydı, 360'ı bölək 12'yə görək yer öz ox ətrafında 1 saata nə qədər dövr edir. O da bərabərdir 360 12'yə böləndə 30 alarıq. Bizə də 28 qərb uzunluğu deyir. Qərbdə olduğuna görə 360'dan çıxın 28'i. Aldığınız cavabı isə bölün. 1 saata 30 dərəcə döndüyünə görə 30'a. Edəcək 11-ci saat qurşağı. Cavab Y variantı. Əhalinin sayına görə fərqlənən inzibati rayon, yəni əhalisi daha çox olan inzibati rayonlar. Bunlar arasında Xaçmazı götürə bilərik, Şəkini götürə bilərik, bir də Cəllabadı götürək. Xızıda, Samuqda və Daşkəsəndə əhalinin sayı və sıxlığı aşağıdır. Cavab hansı oldu? 1, 5, 6. Cavab Y variantı. Asiyanın sosialist ölkələrini birləşdirən ümumi ortaq əlamət. Asiyanın sosialist ölkələri hansılardır? Çin, Şimali Koreya, Vietnam və də Laos. Dünya okeanında iqtisadi zonaya malikdir. Laos çıxışı yoxdur, getdi. Çin sivilizasiyasına daxildir. Çin sivilizasiyası. Biz burada Laosu götürən bilərik Çin sivilizasiyasına. O Buddadır çünki. Getdi. Çin-Tibet dil ailəsi. Biz burada Şimali Koreyanı götürən bilərik. Laosu götürən bilərik. Getdi. Sonra davam edirik. Bütövlükdə yarımadada yerləşir. Çinlə əlaqə. Getdi. Sonra inkişaf etməkdə olan ölkələr daxildir. Ümumiyyətlə bu sosial ölkələr inkişaf etməkdə olan ölkələrin qrupuna daxildir. Ona görə də cavab Y variantı. Doğru olmayan fikirləri müəyyən edin. Doğru olmayan. Şimal yarımkürəsindəki əhali sayı şərq yarımkürəsindəki əhali sayından daha çoxdur. Bu doğrudur. Çünki biz bilirik ki, şimal yarımkürəsində əhalinin 90%, şərq yarımkürəsində isə dünya əhalinin 85% məskunlaşıbdır. Bu getdi, bizə doğru olmayan lazımdır. Okeanlarda və açıq dənizlərdə ən güclü dalğalar küləklərin təsirinə yaranır. Xeyr, bu tsunamilər nəticəsində, yəni okean altında baş vermiş tektonik proseslər nəticəsində əmələ gəlir. 2. Şabrança və Gilgit-çayın mənsəbi eyni inzibati rayonda yerləşir. Şabrançay elə Şabranda, Gilgit-çay isə demək Siyəzəndə. Fərqli oldu. Kanar, Peru və Bengel okean cərəyanları buxarlanmanın miqdarını azaldır. Bu düz fikirdir, çünki soyuq okean cərəyanlarıdır. Maqnitosfer təbəqəsinin yaranması daxili nüvə ilə xarici nüvənin sürtünməsi nəticəsindədir. Günəş küləklərindən bağlı deyil. Yanlışdır götürdük. Orta Avropa, Cənubi Avropa, Cənub-Şərqi Avropa və Mərkəzi Avropada materikdaxlı ölkələr mövcuddur. Bəli, misal üçün Orta Avropada Lüksemburq, nümunə kimi deyirəm. Cənubi Avropada Vatikan. Cənub-Şərqi Avropada götürə bilərik biz burada Macaristan. Cənub-Şərqi Avropa deyil. Cənub-Şərqi Avropada götürə bilərik misal üçün Serbiya və yaxud Şimali Makedoniya. Mərkəzi Avropada isə Macaristan'da, Slovakiyada, Çexiyada bunların adını deyə bilərik. Doğru fikirdir. Götürə bilmirik. 2, 3, 5. Cavab C variantı.
Uyğunluğu müəyyən edin. Külək gülünün təsvirində əvvəlcə küləkli günlər çəkilir ştrixlərlə. Sonra ştrixlər birləşdirilib içərisi rənglənir. Bu aiddir sahəvi diaqrama. 1-ə A. Gəldik ikinciyə. Son 30 ildə taxıl istehsalının illik həcmi, burada illik statistika, illik dinamika söhbəti varsa, biz bunları xətti ilə göstəriləcək. 2-yə C. Sonra Qarabağ İqtisadi rayonuna daxil olan şəhərlərin sayı dəqiq sayılar və kəmiyyətlər sütunu ilə göstərilir. 3-ə B. Özbəkistanda etnik tərkibində Qaraqalpaqların payı, burada demək, pay adətən faizlə ifadə olunur. Faiz də dairəvi diaqram üçün xarakteristikdir. Cavab görək hansı oldu? B variantı. Sonra məlumatların aid olduğu ölkələrin bütün oxşar xüsusiyyətlərinə coğrafi ifadələrdən neçəsi daxildir? 3 yarımkürədə yerləşir, materik daxili ölkələrdir. Qurşaq vaxtı ölkəmizdən daha geridə yerləşir. 3 yarımkürədə yerləşirsə, Andorranı çıxırıq, 3 yarımkürədə yerləşmir. Perunu çıxırıq, 3 yarımkürədə yerləşmir. Demək, digərlərini saxlayırıq hələ ki. Materik daxili ölkədir deyəndə, biz burada Toqonu çıxırıq, Konqonu çıxırıq, Əlcəzair və İspaniya, həmçinin Qabon çıxdı, qaldı 3 dənəsi. Qurşaq vaxtı ölkəmizdən geridir, bəli, üçündə də geridir. Burkina Faso, Mali və Uganda. Yəni, bu 3 ölkələrin orta xüsusiyyətlərindən görək neçəsi doğrudur. İnkişaf etməkdə olan ölkələr qrupuna daxildir. Bu 1. Bütün ərazisində qütb ulduzu müşahidə edilir. Baxaq, Ugandanı ekvator kəsir. Ekvator kəsinə görə onun cənub hissəsində qütb ulduzu görünməyəcək. Getdi. Bütövlükdə tropik işıqlama qurşağında yerləşir. Malini tropik xətt kəsinə görə çox az hissəsi mülayim işıqlama qurşağına da düşür. Getdi. Misiya ehtiyatı ümumiyyətcə Mərkəzi Afrikadadır. Bunların əlaqəsi yoxdur, getdi. İndoneziya ilə eyni yarımkürələrdə yerləşir. Xeyr. Misal üçün, Mali qərb yarımkürəsinə düşür, nümunə kimi, amma İndoneziya yox. Ölkədə xristian dinini əhali üstünlüyü təşkil edir. Malidə əhalinin çoxsu müsəlmanlardır. Bu da getdi. Cəmi bir dənə ortaq fikir oldu. Cavab Y variantı. Doğru sıraları müəyyən edin. Altay dağları, Himalay dağları və Atlas dağları. Altay dağları qırşıq faylı dağdır, düzdür. Yalnız bir ölkə arasında yerləşir. Xeyr, bir neçə ölkə arasında düşür. Getdi. Himalay dağları. Fəaliyyətdə olan vulkan rast gəlinmir. Bu getdi. Yalnız inkişaf etməkdə olan ölkələrin arasındadır. Düzdür. Atlas dağları. Aid olduğu ölkələrin hər biri Respublika idarə etmə quruluşuna malikdir. Burada Mərakeş müsaçı monarxiyadır. Getdi. Fosfor ehtiyatla zəngindir. Doğrudur. Oldu 1, 4 və 6. Uyğunluğu müəyyən edin. Birə götürüb A'yı. Azimutal proyeksiyanın tərtib zamanı ən az azimutal proyeksiyanın tərtibatı zamanı tərifin ən az olduğu ölkə Maldivlərdir. Bu, Şərq yarımkürəsinin xəritəsidir. Amma Y bəndinə baxaq. Yeni Zelandiya bütövlükdə, İspaniyanın isə bir hissəsi bu yarımkürədə yerləşir. Bəli, Şərq yarımkürəsi. Şərq də 1-də göstərilibdir. 1. İndi 2-yə baxaq. BD. Dünya əhalisinin təqribən 10%. Dünya əhalisinin təqribən 10% yerləşirsə, bu cənub yarımkürəsidir. Cənub yarımkürəsi də 3-dür. Həmçinin D-yə baxaq görək nə idi? Şərq və qərb istiqamətində hərəkət edən müşahidəçilər qütb ulduzu görməsi mümkünsüzdür. Bəli, bu cənubda olmalıdır ki, qütb ulduzu görünməsin həqiqətən də. 1-ə 1, 2-yə 3. Cavab Y variantı. Urbanizasiya səviyyəsi 80% olan ölkədə əhalinin
58 milyon nəfəri şəhərlərdə yaşayır. Kənd əhalisi 18 milyon nəfər olarsa, qəsəbələrdə yaşayan əhalinin sayını müəyyən edin. Urbanizasiya 80% isə bizdə kənd əhalisi neçə faiz qalır? 20%. Görək ümumi əhali nə qədərdir? 20% 18 milyondursa 100% x-dir. X bərabərdir demək 90 milyon. Bu 90 milyon nəfərin əgər 58-i şəhərlərdə yaşayırsa, qəsəbə əhalisinə qalır 90-dan 58-in çıxanda 90-dan yox, daha doğrusu 90-ın 18-i kənddə yaşayırdı. Qalır şəhər əhalisinə 72 milyon nəfər. 72 milyon nəfərin isə əgər 58-i şəhərlərdə yaşayırsa, qəsəbələrə qalır 14 milyon. Baxaq, şəhər əhalisi bölünür 2 yerə. Bir dənə lövhə açılsın deyim ona. Sonra qarışıqlıq yaranmasın. Şəhər əhalisi bölünür 2 yerə. 1. Şəhərlərdə yaşayan əhali. Bir də qəsəbələrdə yaşayan əhali. Qəsəbə əhalisi də şəhər əhalisi statusuna malikdir. Bunu bilin. Sonra davam edirik. Hansı sualda qaldıq? 18-də. Şimal coğrafi qütb dairəsinə qütb gündüzləri olan zaman 50 şərq uzunluğunda yerləşən və günəş şüalarının günorta vaxtı düşmə bucağından 1 dərəcə olduğu məntəqə ilə Bakı şəhəri arasındakı ən qısa məsafəni kilometrlə hesablayaq. Baxaq. Şimal coğrafi qütbündə qütb gündüzləridirsə, günəş şimal tropik xətt üzərindədir və günəş şüalarının düşmə bucağı da 1 dərəcə olsun. 1 bərabərdir 90 çıxaq, x çıxaq 23 onda 5. X bərabərdir. Baxaq görək nə qədər eləyir. 65,5. Deyək məntəqəmiz 65,5 cənub enliymiş. Bakıda 50 şəkldə yerləşir, bu da 50 şəkldə yerləşir. 40-ın üstünə gələcək 65,5-i vuracaq meridian göstərində 111-ə. O da 11.710,5 kilometr edirdi. 19 suala baxırıq. Doğru variantı müəyyən edin. Qarabağ, Şərqi Zəngəzur və Mil Muğan üçün. Yəni hər üçü üçün ortaq olsun. Riskli tabii şəhər Şərqi Zəngəzurda yoxdur. Yalnız bir xarici ölkə ilə həmsərhəddir. Şərqi Zəngəzur 2 ölkədir. Hava limanı fəaliyyət göstərir, Mil Muğanda yoxdur. Ələt Cufa dəmir yolu xətti keçir, bəli, üçündən də keçir. Yay otlaqları üçün böyük potensial var. Yəni dağlıq ərazilərdir. Mil Muğanda yoxdur. Sonra dünyanın fizik xəritəsində 14 qərb uzunluğu və 1 şərq uzunluğu arasında 40-cı paralel üzərində məsafə 1 bölünsün 6 milyon miqyaslı xəritədə 20 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın. Xüsusi miqyası tapmaq üçün koordinatdan olan məsafəni sadəcə xəritə üzərindəki məsafəyə bölməliyik. 40-cı paralel üzərində olduğuna görə 14-ün üstünə 1 gəlirik, biri şəkli, biri qəbdir. Vururuq 85,4-ə. Ən sonda da xəritə üzərindəki məsafəyə, yəni 20-yə bölürük. Baxaq görək, 15 elədir, vururuq 85,4, bölək 20. Təqribən 64 elədim. Cavab A variantı.
Sonra davam edirik. Baxaq. A təbii zonasında yağıntılar əsasən ilin soyuq dövrünə düşür. Təbii zona üçün qəhvəyi torpaqlar xarakterikdir. Bu cod yarpaqlı həmişəşil meşə və kolluqlardır. Aşağıdakı verilmiş şəhərlərdən bu təbii zonada yerləşənlər üçün ümumi ortaq fikirlər. Cod yarpaqlıda yerləşən Cape Town Carın paytaxtıdır. Perth Avstraliyanın cənub-qərbində şəhər, bir də Santiago Çilinin paytaxtı. Eyni qitədə yerləşirlər, xeyr, fərqli qitədir. İnkişaf etmiş ölkə Santiago yox, misal üçün. Yağıntılar dekabr, yanvar, fevralda düşür. Baxaq görək. Cənubun aralığı olduğuna görə burada elə düşməyəcək. İyun, iyul, avqust olacaq. Çıxdıq bunu da. Eyni yarımkürədə yerləşir, xeyr, bəzisi şərq, bəzisi qərb. Həmin variantda getdi. Aid olduğu ölkə iki işıqlama qurşağında yerləşir. Həm Carı, həm Avstraliyanı, həm də Çilini tropik xətt kəsdiyinə görə götürə bilərik. Sonra deyir, Eylə-Venn diaqramına əsasən doğru variantı müəyyən edin. 1 Göygöl, 2 Batabat gölü, 3 Böyük Alagöl, 4 Tufan göl. 1. Yəni hər biri üçün ortaq xüsusiyyət götürübdür, şirin sulu göldür. Bəli, 4-ü də şirin sulu göldür. 1 doğrudur, götürə bilərsiniz. 2. Yəni Göygöl, daha sonra Böyük Alagöl və Tufan göl. 3 üçün ortaq götürübdür. Yerləşdiyi inzibati rayonlar xarici ölkə ilə sərhədə malikdir. Göygöl Göygöldə yerləşir, onda sərhədi yoxdur. Çıxdıq. 3. Yəni Göygöl, Batabat və Böyük Alagöl. Şuşa şəhəri ilə eyni tektonik zonada yerləşir. Bəli, hamısı Kiçik Qafqaz qalxmasına aiddir. 4. Geosiqnalda yerləşir. Geosiqnalda yerləşməsi bunun 4-də yox, birin ərazisində olmalıdır. 4 orada yox, burada. Çünki bunların hər biri geosiqnalda onsuz da. 7. Sonra 5. 1 Göygöl, bir də 3 Böyük Alagöl. Uçqun bənd mənşəlidir. Böyük Alagöl tektonik mənşəlidir, uçqun bənd deyil. Bunu da çıxdıq. 1 ilə, bir dəqiqə, 1 ilə 2 verir, Batabat gölü verirdi. Mən bunu 3 kimi oxuyuram. Batabatla Göygöl, bəli, uçqun bənd mənşəli göldür. Uçqun bənd. 5 doğrudur. Dağ meşə landşaftında yerləşir. Burada 6 veribdir, 3-dən 4. Dağ meşə landşaftında Böyük Alagöldən Tufan gölü götürənməliyik. Dağ meşə landşaftında sadəcə Göygöl yerləşir bunlar arasında. Ona görə getdi. 7 duz hasilatından istifadə olunur. Ümumiyyətcə bunların hamısı şirin sulu göldür. Ona görə duz hasilatının heç birini götürənməzdik. Çıxdıq. 1, 3, 5. Sonra doğru olmayan fikir müəyyən edin. Rio Grande, Mackenzie və Hudson çayları eyni materikdə yerləşir. Rio Grande, bu doğrudur. Hamısı Şimal Amerikadadır. Çıxdıq bu variantı. Amudarya, Sırdərya çaylarının mənbələri eyni dağ silsiləsindən götürür. Amudarya Pamirdən, Sırdərya isə Tianşandan başlayır. Elə səhvimiz bax buradadır. Kil kanalı Baltik və Şimal dənizlərini birləşdirən ən qısa su yoludur, doğru. Jutlandiyanın cənubunda yerləşir. Volqa çayı Xəzərə, Kama çayı isə Volqaya tökülür, doğru. Yansız Mekong, Amur, Salin, Musson rejimli çaylardır. Bəli, hər biri Musson rejimli çaylardır. Doğru. 24-cü suala baxaq. Duzluğu 50 promil olan 40 ton suya yarısı qədər şirin su əlavə edilsə, suyun duzluğu nə qədər olar? Duzluq məsələlərini izahını paylaşmışam. Orada qısa həll yolu göstərmişəm. Nə etmək lazımdır? Duzlu miqdarını tapaq. 50-ni vurduq 40-a elədi 2000. Bölürük suyun miqdarına. 40 idi, yarısı qədər də şirin su əlavə olundu. 40-ın yarısı nə qədərdir? 20. Etdi 60. 40-ın üstünə 20 gəldi, elədi 60.
Görək neçə eləyir. 33.3. Və yaxud digər üsulla eləyək. 1 tonda 50 kiloqramdırsa 40 tonda x-dir. X bərabərdir 2000 kiloqram. İndi suyumuz oldu 60 ton. 60 tona götürəcəksiniz 2000. Onda 1 tona x. X yenə də 33.3 ala bilərsiniz. Daha sonra deyir, yerin sxemdə verilən vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin. Baxaq görək. Görürük ki, bu 22 iyun tarixi üçün xarakteristikdir. Şimal qütb arasında qütb gündüzləridir. Şəkildə baxanda görünür ki, doğrudur. Bakı şəhərində günəş şüalarının günorta vaxtı düşmə bucağı 72 yox, 73.5 olmalıdır yayda. 7. Şimal və cənub yarımkürəsi eyni dərəcədə işıq və istilik alır. Bu ancaq 20 sentyabr və 21 mart ola bilərdi. 7. Sidney şəhərində ən uzun gündüzlər müşahidə olunur. Sidney Avstraliyada ən uzun gecələr müşahidə olunur, gündüzlər yox. Bu tarixdən etibarən şimal yarımkürəsində gündüzlərin uzunluğu qısalır. Bəli. Bu tarixdən etibarən gündüzlər qısalmağa başlayır. Doğru. Günəş xərçəng tropik üzərində zenitdədir. Bəli, 22 iyunda şimal tropik üzərində zenitdədir. 1, 5, 6. %26. Doğru olmayan fikri müəyyən edin. Hiposentraya yaxın ərazilərdə titrəyişlər daha zəif müşahidə olunur. Hiposentraya yaxındırsa titrəyişlər, təkanlar daha güclü olmalıdır. Çünki episentrdə həmin ərazi. Elə doğru olmayan budur. Afrikanın yeganə cavan dağ silsiləsi Mərakeş və Əldəzair boyu uzanır. Atlas dağları bəli Mərakeşə düşür, Əldəzairdə doğru. Neft və əhəng daşı çəkilmə aşağı suxurlarda doğru. Sonra Liliyaco Elbrusdan, Fudziyama Dəldağdan, Kömür köyü isə Vezuvidən hündürdür. Bəli, əlbəttə ki. Bu 6000-dən hündürdür. Bu 5000-dən hündürdür. Fudziyama 3700-dən hündürdür. Dəldağ 3600-dən hündürdür. Kömürköy 2400-dən hündürdür. Vezuv isə 1200-dən bir qədər hündürdür. Sonra Y bəndinə baxaq. Etna, Hekla, Ruiz və Elbrus vulkanik dağlara, Pamir, Tian-Şan, Alpi isə tektonik dağlara daxildir. Doğrudur. Vulkanik dağlar konusvalı olur. Silsilə əmələ gətirmir. Cavab A bəndidir. Daha sonra davam edirik. Macarıstanın sahəsini verib, bir də əhalisini verib. Sıxlığı tapmaq lazımdır. Sıxlığı tapmaq üçün əhalini əraziyə bölməliyik. Burada 9,6 milyonu 93.000 30-a böləndə cavab 103 alarıq. Diaqram. Yanıtı miqdarı 200-400 mm arasındadır. Demək ki, bu uyğun gələcək yarım səhra quru çölə. Və qış aylarında temperatur mənfi düşdüyünə görə Naxçıvan. Tamam. Sonra Ordubad da yarım səhra quru çöldədir. Qismən Ordubad da götürmək mümkün idi. Düzdür, biraz mütləq hündürlüyü çoxdur Naxçıvana nisbətən. Nəysə. İkinci isə yaya görə keçən mülayim istiqlimdir. Yaya görə keçən mülayim istiqlimi isə Astara və Lənkərana uyğundur. Ona görə də biz burada C bəndini götürəcəyik. Amma tam diaqramların aid olduğu şəhərlər, tam reallıqla danışsaq, Naxçıvan və Lənkərandır. Astara ilə onsuz da Lənkəranın diaqramları elə çox fərqlənmir. Yanıtın istər miqdarında olsun, istər temperaturda olsun. Xəritə sxemdə verilmiş fiziki coğrafi rayonlar üçün ümumi ortaq xüsusiyyət. Zaqatala Laçın 1, 2 də Qarabağ dağları. Maqmatik suxurlardan zəngindir, Zaqatala Laçını götürənmirik, getdi.
Maqmatik mənşəli suxur var, amma zəngin deyil. Eyni tektonik zonada xeyir. Eyni təbii vilayət xeyir. Biri böyük, biri kiçik. Qafqaz. Filiz faydalı qazıntılara rast gəlinir. Bəli, ikisində də polimetal filiz olduğuna görə götürə bilərik. Sonra ən uca zirvələri 3900-dən hündürdür. Qarabağ dağları yox. ...21 Mart tarixində 120 şərq uzunluğunda yerləşən A məntəqəsində gezi yarı müşahidə olunarkən, onunla eyni enlikdə yerləşən hansı coğrafi uzunluqda günorta müşahidə olunar? Gecə yarı ilə günorta bir-birinin tam tərsidir. Gecə yarı 00:00 oldu, günorta isə 12:00 oldu. Arasında demək 12 saat fərq var. Yəni 180 dərəcə. 120 şərqin əksi 60 dərəcə qərb uzunluğu olar. ...31. 70 cənub enində qütb gündüzləri başlayan tarixdə eyni meridyanda, lakin fərqli paraleldə yerləşən günəş şüalarının günorta vaxtı 49 bucaq altında düşdüyü iki məntəqə arasındakı ən qısa məsafə orta miqyaslı qlobusda neçə santimetrdir? Burada əslində 70 cənub olmasın, 80 cənub olsun və ya 85 cənub olsun, cavab yenə dəyişməyəcəkdir. Eyni anda iki məntəqəyə günəş 79 bucaqdan düşürsə, bu məntəqələrdən biri günəşin zenitdə olduğu məntəqədən 11 dərəcə şimalda, biri isə günəşin zenitdə olduğu məntəqədən 11 dərəcə cənubda ola bilər. 11 şimal, 11 cənub elədi 22. 22-ni vuracaqsınız 111-ə meridian qövs üzərində və böləcəyik bizə orta miqyaslı qlobus deyir. Orta miqyaslı qlobusda da 1 santimetrə 500 kilometrdir. 500-ə bölmək lazımdır. Bu da bir dənə hesablayım, görüm nə qədər eləyir. 4,88. Cavab C variantı. Bir də yenidən hesablayım, tam dəqiq olsun. Bəli, doğrudur. C variantıdır. Daha sonra verilmiş xüsusiyyətlər Afrikanın hansı regionu üçün xarakterikdir? Həm respublika, həm də monarxiya. Afrikanın nisbətən daha yaxşı inkişaf etmiş regionu, orta müddəti Afrikanın digər regionlarına nisbətən yüksəkdir. Bu əlbəttə ki, Şimali Afrika üçün xarakterikdir. D bəli. 33. El-Elvin diaqramına əsasən sual işarəsinin yerinə yazıla bilər. Həm Avropoid, həm də Mongoloidin əlamətini daşısın. Azərbaycan türkləridir, Türkiyə türkləridir, Qaqazlardır. Qaqazlar yox, daha doğrusu Tatarlardır, Türkmanlardır. Qaqazlar Avropoiddir. Bunlar aiddir həm Mongoloid, həm də Avropoid irqinin əlamətlərini daşıyan türklərə. Uyğur Mongoloiddir, Qırğız Mongoloiddir, Qaqaz Avropoiddir, Yakut Mongoloiddir, qaldı 6 ilə 4. Yalnız 4 və 6. Doğru olmayan fikri müəyyən edin. Topoqrafik xəritələrdə kiçik ərazilər təsvir olunur, doğru getdi. Təhrif olan hissədəki məsafəni hesablamaq üçün baş miqyasdan yox, xüsusi miqyasdan istifadə olunur. Səbəbimiz budur. Xəritədə meridian və paralelin kəşfəsindən əmələ gələn şəbəkə kartoqrafik şəbəkə adlanır, doğru. Rusiya-Azərbaycan sərhədində yerləşən Sudur silsiləsi fizik xəritədə göstərilir, bəli, fizik xəritədə göstərilir, doğru. Cığır planda xətti işarət ilə göstərilir, bu da doğrudur, xətti ilə göstərilir. Lənkəran Astara Quba Xaçmaz və ikisinin ortaq xüsusiyyəti. Tərəvətçilik və meyvəçilik ikisinin ortaq xüsusiyyətidir, ikisində də var. Quba Xaçmazda tumlu meyvəçilik, demək, Lənkəran Astarada isə sitrus meyvəçiliyi. Quba Xaçmazda gec yetişən tərəvətçilik, Lənkəranda isə faraş tərəvətçilik. Adını yazdıq 3-ə. Yalnız 2 inzibati rayonu xarici ölkənin həmsərhəddir. Bu Quba Xaçmazdır. Xaçmaz və Qusar rayonları.
Astarada amba çoxdur. Cəllabaddır, Lerikdir, Yardımlıdır, Astaradır. Sonra ərazisindən Bakı-Rostov magistral keçir. Bu da yenə Quba Xaçmazdır. Respublika tabi şəhər Lənkəran Astarada Lənkəran şəhəri. Bəndi. Şəhərlərin sayı inzibati rayondan sayından çoxdur. Hər ikisində. Quba Xaçmazda Xuzat şəhəri artıqdır. Lənkəran Astarada isə Liman və Göytəpə. Bu ortaq xüsusiyyətli Y. D, B, C, A, Y. Cavabımız D variantı oldu. Qonaqkənd və Gəncə üçün ümumi ortaq xüsusiyyətləri deyir bizə. Zəngin polimetal yatağı yox, heç biri üçün xarakterik deyil. Qışı quraq keçən soyuq, bəli, ikisində də var. Çayların qidalanmasında buzaqların rolu böyükdür. Biz bunu Gəncə üçün götürə bilmərik. Getdi. Daha sonra baxırıq. Ərazisində faydalı qazıntıların çıxarılması nəticəsində terikon təpələr yaradılıbdır. Yox. Qonaqkənddə yoxdur. Dağ turizminin inkişafı üçün əlverişli şərait var. Bəli, ikisində də dağ turizm potensialı var. Mevzuda yaşlı suxurlar yayılmışdır. Bəli, ikisində də yörə təbaşir yaşlı suxurlar mövcuddur. 2, 5, 6 cavabımız D oldu. Daha sonra keçək növbəti sonra doğru variantı müəyyən edin. Xəmsin küləkləri Mərkəzi Asiya üçün xarakterik deyil. Yanlış fikirdir. Qarşısına yanlış qoyulubdur, götürdük. Şimali Afrika üçün xarakterikdir. Atmosferin eksosfer təbəqəsində qaz tərkibi olduqca seyrək olub, planetlər arası sıxlığa bərabərdir. Doğrudur, amma qarşısına yanlış qoyubdur, getdi. Ekvatorial termik alçaq, tropik isə dinamik yüksək təzyiq qurşağı düzdür. Mülayim dinamik alçaq təzyiq qurşağıdır, düzdür, amma qarşısına yanlış qoyulubdur, getdi. Samur yalama və Ağgöl milli parkları qışı mülayim keçən yarımsəhərə qurucu, doğru. Avrasiyada mülayim iqlim qurşağının dəniz tipinə rast gəlinir. Əlbəttə ki, rast gəlinir Avrasiyada. Misal üçün, Kamçatka yarımadasını deyə bilərik və yaxud Qərbi Avropanı deyə bilərik. Amma qarşısına yanlış yazıldığına görə çıxdıq. 1, 3 və 5. Cədvələ əsasən doğru olanları müəyyən edin. Baxaq. Tayland doğru olan variantı müəyyən edin. Tayland və Angola fərqli materik və fərqli qitədə yerləşir. Bu doğru. Peru, Butan, Tacikistan dağlıq ölkədə, bu da doğrudur, amma yanlış tərəfdə verilib, getdi. Şri-Lanka üzərində yalnız bir ölkənin yerləşdiyi materik mənşəli adadır. Düzdür, Şri-Lanka üzərində həqiqətən də Şri-Lanka yerləşir və materik mənşəli adadır. NATO və Avropa İttifaqı təşkilatlarının baş ofisi Brüsseldə yerləşir. Bu da doğru fikirdir, yanlış tərəfdə ola bilməz. Vietnam, Cibuti, Efiopiya və Uruguay materik daxili ölkələr deyil, amma Efiopiya materik daxili ölkədir. Doğru tərəfdə yanlış ola bilməz, getdi. Finlandiya və Avstraliya neytral ölkələr deyil, bəli. Finlandiyada 1-2 il bundan əvvəl NATOya üzv oldu, doğrudur. Belqrad və Budapeşt mərkəzi Avropa regionunda yerləşən paytaxt şəhərlərdir. Budapeşt Macaristan, bəli, mərkəzi Avropadır. Amma Belqrad Serbiyanın paytaxtıdır. Serbiya cənub-şərqi Avropadır. Doğru tərəf doğru, yanlış tərəf yanlış. Cavabımızdır variant idi. Axıra qədər baxaq. Afrikanın bütün regionlarında İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkə vardı. Tamam, doğru. Demarkasiya xətti dövlətlər arasında mübahisələr həll olunana qədər razılaşdırılmış sərhəddir. Bu da doğrudur, yanlış tərəfdə ola bilməzdi. Baxırıq 39-cu suala. Doğru fikri müəyyən edin. Baxaq. Bengel və Falkland Atlantik okeanında
buxarlamanın azalmasına səbəb olan okean cəryanıdır. Bəli, ikisi də Atlantik okeanın soyuq cəryanıdır. Düz. Şimal yarımkürəsində mütləq minimum temperatur Lena çayı hövzəsində qeydə alınmışdır. Bəli, Oymyakon şəhəri yaxınlığında Lena çayı hövzəsində. Düz. Respublikamızda dağ qara torpaqları soyuqda yox, mülayim isti iqlim şəraitində formalaşıb. Yanlış. İndi yanlış tərəfdə yanlış da axtarmalıyıq biz. Qanaq Əyri çayda günəşli günlərin miqdarı mil düzündən azdır. Bəli, əlbəttə ki, azdır. Bulutlu miqdarı çoxdur orada. Subtropik iqlim qurşağının kəskin kontinental vilayəti mövcud deyil. Bəli, subtropik kontinental var, amma kəskin kontinental yoxdur. Doğrudur, yanlış tərəfdə verilənməz. 6-ya baxırıq. Kamçatka, Yutlandiya və Yukatan mülayim dəniz. Yukatan Meksikaya məxsusdur. Bu mülayim dənizində yox, tropik rütubətçisi, yəni tropik rütubət dənizində yerləşir. 6 da ona görə səhvdir. 1, 3 və 6. Cavab A bəndi. Və sonuncu suala keçid alırıq. 50 şimal əyində yerləşən təpənin cənuba meyilliyi 5 dərəcədir. Payızı gecə gündüz bərabərliyində bu yamaca günəş şüalarının düşmə bucağını hesablayın. 50 şimalda yerləşirsə, payızda buraya günəş şüalarının düşmə bucağı 90 çıxaq 50 bərabərdir 40 dərəcədir. Və şimaldadır, təpənin cənuba meyilliyi isə 5 dərəcədir. 40-ın üstünə də gələcəksək 5-i eləyəcək 45 dərəcə. Meyillik günəş istiqamətində olduğuna görə nə etdik? Topladıq.